Adil Əliyev hələ də həbs edilməyib. Bu qədər görməməzlik olar, bu qədər gözü ilə görənlik olar. Ortada açıq bir cinayət var. Türkiyədə Azərbaycanın Muay Thai İdman növü üzrə Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanır və ortaya çıxır ki, bu bıçaqlanma olayını təşkil edən, daha doğrusu sifarişini verən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevdir və Araz Musayev xəstəxanadan biraz özünü toparladıqdan sonra, sağalandan sonra İlham Əliyevə açıq video müraciət edibdir. İndi həmin video müraciəti mən təqdim edəcəm. İlham Əliyev daha bu video müraciətdən də sonra Türkiyənin istintaqında adı keçən Azərbaycanın Suraxanı rayon İcra Hakimiyyətinin başçısının adı keçir ki, bu qətlin sifarişini veribdir. Onu bu vəzifədə saxlamış olsa, vəzifədə saxlamaq yox, o həbs edilməlidir. Əgər belə də davam etsə, onda mən İlham Əliyevə gözü ilə görən deməyim, nə deyim? Yəni görür, qəbullanır. Adil Əliyevin əlində nə faktlar var ki, nə şantaj materialı var ki, İlham Əliyev və yaxud da onun ailəsinə qarşı Adil Əliyevi cəzalandıra bilmir. Pillə-pillə onun qardaşını işdən çıxardı, köməkçi vəzifəsindən, prezidentin köməkçi vəzifəsindən səfir göndərdi. Bir dəfəlik bu ailəyə dəyib toxuna bilmir. Hansı cinayətlərin şəriki olubdur Əliyev ailəsi ilə birgə bu birisi Adil Əliyev ailəsi? Hə? Nəyə görə bu adamı həbs etmirsiniz siz? Adil Əliyevin cinayətkar olması ilə bağlı məhz Araz Musayev xəstəxanadan video göndəribdir. Və xahiş edirəm, bu videonu sonuna qədər izləyin, bəyənin, paylaşın, utansınlar. Utansınlar. Azərbaycanın baş prokurorluğu Türkiyənin prokurorluğu ilə, istintaqı ilə əməkdaşlıq etsin. Belə şey olar. Utanmırsınız siz. Utanmırsınız. Özdə ki, Araz Musayev, görün hansı gündə, 28 may günündə, hələ bayramı bir kənara qoyuram. Türkiyədə bıçaqlanıb 28 may günü bilirsiniz ki, bayramdır. Ərdoğan Laçında İlham Əliyev ilə görüşdüyü bir gündür. Bunu anlamırsınız siz. Özdə bu Araz Musayevi bıçaqlayanlar, kriminal o killer dəstəsi hardan gəlib? Rusiyadan. Araz Musayev Türkiyə ilə, Ərdoğanla yaxınlığı olan, Ərdoğana bir hörmət əlaməti olaraq video ilə görüşündə əlini öpən şəxsi Rusiya tərəfindən cəzalandırılır. Bunu anlamırsınız, ay Əliyevin yanında oturanlar. Hər şey ortadadır da. Və killerlər Rusiyadan gəlibdir. Həbs olunanlar kimlərdir? Dəyərli dostlar, Azər Həsənov, Eynullah Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov, Vüqar Əsədov adlı şəxslərdir. Və həbs olunanlardan biri də Azərbaycan Kimboks Federasiyasının baş məşqçisi Eyşən Əbdürrəhimov. Və bu Eyşən Əbdürrəhimov da Adil Əliyevin yanında olan şəxsdir. Dostudur, yaxınıdır. Bundan artıq nə deyək biz? Kimboks Federasiyasına nəzarət edən şəxs də Adil Əliyevdir. İndi fəxri prezidentidir. Əvvəllər gerçək prezidenti olubdur. Nüfuzu da hələ də əlinin altında qalır oradakı idmançılar, baş məşqçilər. Orxan, nə bilim kimdir, Əliyevdir, familiyası nədir? Güya indi Kimboksin Federasiyasının prezidentidir. İlham Əliyev, bəs bu şəkildən utanırsan sən? Hə? Həbs olunanlardan biri bax yanında duran Azərdir ki, Araz Musayevi öldürmək üçün o dəstənin başında dayananlardandır. Həbs olunubdur Türkiyədə. Və Araz Musayev İlham Əliyevə video müraciət edib. Əgər bu video müraciətdən sonra da Adil Əliyev tərəfindən mənə adamlar kiralayaraq, necə deyərlər, Rusiyadan adamlar yollamışdı. Və onun nəticəsində bir başımdan 30% başım işləmir. Üç dənə də qarnımdan bıçaq zərbəsi ilə endirmişdilər. Və buna baxmayaraq ölümə qəsd edərək bir Azərbaycan idmançısını, bir dünya federasiyasının, dünya 100 federasiyadan yüksək federasiyalarının qabağında bu hərəkəti edərək Azərbaycanımızı biabır etmişdi. Hələ də bütün dünya federasiyaları bununla bağlı danışırlar. Ancaq mən
yarışa getməmişdən qabaq da bununla çoxlu lent yazıları çəkərək paylaşım etmişdim. Cənab Prezident, sizə və bütün hüquq orqanlarına müraciət etmişdim getməmişdən qabaq ki, bu adam məni öldürəcək və yazaraq bildirmişdim. Cənab Bax, bu müraciət olmasına rəğmən Adil Əliyev də bunu bilir ki, İlham Əliyevə müraciət eləyibdir. Onu belə vecinə almır Adil Əliyev. Yəni vecinə almır İlham Əliyevi. Onun adı keçən müraciətləri belə vecinə almır. Dediyim kimi də Adil Əliyevin əlində hansısa şantaj materialları var. Əliyevin ailəsinə qarşı, özünə qarşı nədir? Yoxsa niyə tutmursunuz? Nədir də? Nədir? Adil Əliyevdən niyə qorxursunuz siz? Onu tuta bilmirsiniz, həbs etmirsiniz. İcra başçısı vəzifəsində də hələ də qalır. İcra başçısı deputat da deyir ki, deyəsən ki, İlham Əliyev üstündən ata deyir ki, bunu xalq seçir də, güya Azərbaycanda demokratik seçki var. Bunu birbaşa İlham Əliyevin sərəncamı ilə icra başçısı təyin olunur da Adil Əliyev. Hünər çatmır Əliyevin. Bu Əliyevin o birisi Əliyevdən qorxacağı var. Baxın, sona qədər baxın dəyərli dostlar, paylaşın. Prezident, sizə müraciət edərək bildirmək istəyirəm ki, Adil Əliyevin həbsi mütləq olmalıdır. Çünki o mənə bu etdiyi hərəkətlərlə, kiralıq tutduğu qatillərlə bütün dünya federasiyalarının qabağında bizi biabır etdi və Azərbaycan bir evladını və bu ölkənin bayrağını qaldıran, ümidini səsləndirən, arxadan başına bıçaqla, qarnına bıçaqla və bir neçə nəfər tərəfindən və özü yollatdığı iki şəxs federasiyanın öz vitse-prezidenti Elşən Əliyev Türkiyə orqanları həmən onu həbs etdi. Azər Həsənsoy Uçsanda Federasiyasının prezidenti yollamışdı, onu da həmən həbs etdilər. Ancaq Adil Əliyevi həbs edə bilmədilər, çünki o Azərbaycandadır. Ona görə cənab prezident... Baxın, gördüyünüz kimi bu adam Azər Musayev Türkiyənin istintaqı ilə birgə işləyir, çünki qurbandır və ifadə verib, şübhələndiyi şəxsləri və əlində olan faktları, təhdidləri, şantaj olan təhdidləri verib və aşkara çıxarıblar ki, həqiqətən Adil Əliyev bunun sifarişini veribdir. Adil Əliyevlə bu tutulan şəxslərin əlaqələrini tapıb Türkiyə istintaqı və bildirib ki, bu adama da deyib ki, biz burada olanları tutmuşuq. Oradakı isə bizim tuta biləcəyimiz bir şəxs deyil də. Biz burada adı keçir, məlumatları vermişik Azərbaycan tərəfinə, prokurorluğuna, hüquq mühafizə orqanlarına. Amma o İlham Əliyevin sərəncamı ilə vəzifəyə təyin olunmuş məmurdur, böyük bir məmurdur. Biz ona toxuna bilmərik. Yazıq da başqa neynəsin? Aciz qalır Türkiyə istintaqı bu şəxs barəsində. Bu da İlham Əliyevə müraciət edir ki, bəlkə İlham Əliyev utana. Görək indi Əliyev nə hərəkət edəcəkdir. Şəxsən mən Əliyevə də kim müraciət edəcəkdir ki? Bax kimdir də İlham Əliyevin yanında olan kimdir? İdman naziri deyəcəkdir. Onu ora təyin edən o birisi dəstədir, Altay Həsənovdur. Bir Adil Əliyevdən qurtula bilmirsiniz siz. Prezidentim, sizə səslənirəm. Sizə müraciət edərək mən inanıram ki, tez zamanda öz cəzasını alacaq cənab prezident və inanıram ki, bu üç rəngli Azərbaycan bayrağı altında ona hökm oxunacaq. Bilirəm ki, bizimlə bu söhbətlərin yekununu öyrə. Mən 2-3 gündən sonra mən xəstəxanadan çıxacağam. Ancaq təhlükə altında bir daha yenə Azərbaycana qayıdıram. Mən inanıram ki, Azərbaycana qayıtmam onun həbsi ilə bağlı olacaq. Mən inanıram ki, Azərbaycan da rahat olaraq yaşaya biləcəm. Çünki biz bu ölkənin mərd övladları olaraq, sizin mərd əsgərləriniz olaraq biz sizin dövrünüzdə yetişdik, boya başa çatdıq. Sizin dəmir yumruqla, ruhuyla biz özümüzü formalaşdırdıq, bugünkü ilə bu yerə gəldi çatdıq. Cənab Prezident, sizdən xahiş edirəm ki, göstəriş verəsiniz ki, bu məsələ ilə bağlı bu qanunverici orqanlar biraz da ciddi məşğul olsunlar və cinayətkarın tutulması və bu dəqiqə qapını açsaq 10-20 Türk jandarması qapının ağzında durub. Bunların qapısının ağzında durmasının səbəbkarı hamısı Adil Əliyevdir. Əlbəttə, Türkiyə tərəfi də görür ki, bunu elə belə yoldan keçən bıçaqlamayıb ki, dəstə, bir təşkilat, mütəşəkkil bir dəstə qurublar. Bu dəstənin də biliblər ki, sifarişçisi
Milyonlar yoxdur, milyarderdir. Adil Əliyevin ailəsi, qardaşı Məhərrəm Əliyev, Çexiyadakı biznesləri və s. bunlar bir imperiya yaradıblar. Yəni hər şey eləyə bilərlər. Ona görə 20 dənə qapıda polis dayanır, jandarma dayanıb bunu qorumaq üçün. Bütün gələn, baxan, gedən gülür bizə. Hamısı bizə bir, necə deyərlər, pis formada baxır ki, Azərbaycanda belə bir şeylər hələ də davam edirmi? Ancaq buna baxaraq biz inanırıq ki, Azərbaycanda belə şeylər davam etməyəcək və siz bu mənə qarşı olan qatillər tutulub, 7 nəfər tutulub, ancaq ona baxmayaraq onun göstərişini verən var. Azərbaycandan göstərişini verən Adil Əliyevdir. Mən adı sakit, adı bir idmançıyam. Mənim heç kəslə heç bir düşmənçiliyim ya heç bir artıq heç bir nifaqım yoxdur ki, bunu etsin. Və özü də dəfələrlə söyləmişdi ki, bu hesabı edəcəm. Özü söyləmişdi, dəfələrlə söyləmişdi. Və Muay Thai Federasiyası mənimdir və özünə hər zaman cənab Adil Əliyev deməklə özü onunla qürurlanır. Yeriyəndə qollarını qaldıraraq yeriyir ki, buna cənab deyirlər. Ancaq buna baxmayaraq, bir Azərbaycanın mərd övladı olaraq, sizin bir əskəriniz olaraq sizə müraciət edirəm ki, qorxmadan, çəkinmədən, artıq bir canım var. 3 dəfə vurub, eybi yoxdur, bir dəfə də qoyub olsun. Buna baxmayaraq, onun sizdən həbsini istəyirəm. Cənab Prezident, mən inanıram ki, biz hüquqi dövlətdə yaşayırıq. Tez zamanda o öz cəzasını alacaq. Mən Azərbaycanıma sevinərək dönə biləcəm. Ancaq bu günləri mən bir neçə gündən sonra mən xəstəxanadan buraxılacam. Ancaq Azərbaycana gəlməm mənim sual işarə altındadır. Qorxuram. Ona görə Azərbaycanda mənə hansı reaksiyanı veriləcək, kimləri qabağıma çıxardacaq. Baxın, hər şey ortadadır. Yəni bu adam da ki, elə belə adam deyil. Bir federasiyanın, Muay Thai Federasiyasının prezidenti, 9 qat dünya çempionu İlham Əliyevlə də görüşləri olubdu, Ərdoğanla da görüşləri olubdu və bu da danışığını bilir. Boş-boşuna istintaq gedə-gedə bu söhbətləri deyirsə, deməli istintaqın özü də bunu ortaya çıxarıbdı. Bu xəbəri verib ona. Bəli, bu məlumatı da veribdi. Təhdid, hər şey ortadadır. Yəni bu tutulmasa, mən bir dənə bir şey istəyirəm ki, ədalətli bir şey olsun ki, mən də deyim ki, Azərbaycanda yox, ədalət baş verə bilir. Mənə bəziləri deyirlər ki, elə Azərbaycanda hər şeyi sən tənqid edirsən. Yəni də bu mən düzdür, yaxşı şeylər olur da, olmalıdır, insanlar yaşayır, doğulur, uşaqlar və s. yəni də ailələr var, xoşbəxt yaşayır, nə bilim, toy eləyir insanlar, günü keçirdir. Yaxşı hadisələr var, nə olsun ki? İdmançılarımız olur, qələbə qazanırlar, buna da sevinirik. Nə olsun? Yəni, nə olsun? Mən fərəhlənirəm içimdə. Amma tənqid etdiyim şeylər, pis olan şeylər deyirəm ki, bunları aradan qaldıraq da çox şeyimiz yaxşı olsun. Axı, o qədər şeylər var ki, bir məhkəmə qərarı görmürəm mən ki, adil olsun ki, mən də deyim ki, ədalətlidir, adildir, bunu qoy mən deyim. Yəni, bir dənə bir baxıb sevinim də mən bir məhkəmə qərarlarına, bir hüquq mühafizə orqanına, bir polisinə. Yoxdur axı, bunlar barədə heç bir şey yoxdur. Görək indi, görək Əliyev hansı cəsarətin sahibi olacaq. Utancdır, biabırçılıqdır bu. Bu sənin üçün bloger deyil, bu müharici deyil, xaricdə oturan, bu Tural Sadıqlı deyil, tənqid etsin, Adil Əliyevin adını çəksin. Adil Əliyev mənim üstümə adamlar göndərtdiribdi. Yadınızdadır, bir nəfər video çəkib danışdı ki, mənə 100.000 avro Adil Əliyevin köməkçisi Adil Əliyev adından təklif eləmişdi ki, gedib Tural Sadıqlını öldür. Öldürə bilsənsə 100.000 avro sənə pul veriləcəkdir. O da inkar eləmişdi, yəni də qəbul etməmişdi. Demiş, mən Adil Əliyevin sürücüsüyəm. Adil Əliyevin sürücüsünə təklif etmişdi Adil Əliyevin köməkçisi. Yəni, bunun adı quldurluqda keçir. Adil Əliyev deməli, bu Araz Musayevin bu video müraciətinə cavab veribdi. Görün nə deyibdi. Bildirib ki, yalan danışır, mənim haqqımda böhtan bildirir, belə böhtan atdığını, niyə atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmaz. Bilmirəm, gülüm yoxsa, nə deyim də, yəni, içim artlasın yoxsa. Deyir ki, məni tanıyan, səni hamı oğru, quldur, bandit kimi tanıyır və sənin üstünə elə yapışır.
Heç sən bunun sifarişini verməsən də, sən elətdirməsən də, sənin üstünə yapışır. Amma sən elətdirmirsən də bunu. Dəyərli dostlar, sadəcə bu videonu istədim paylaşım. Mən tanımıram Araz Musayev, mənim yaxınım da deyil, tanışım da deyil. Bir Azərbaycanın ən azından Azərbaycan bayrağını qaldırmış adamdır. Niyə Adil Əliyevin qurbanı olmalıdır? Hə?